Ayda 100 dollar 200 dollar eləmişdim. Ay heç olmasa 100 dolları çıxart da. Ayda 200 dollara 340 manat. Sibilə qalsın. Tanış səhnədə. Əminəm ki, bu halına %100 qarşılaşmısan. Və əgər dediklərimi etməsən, bundan sonra nə etsən də həyatının axırına kimi 95% insanın etdiyi səhvləri təkrar etməyə davam edəcəksən. Bir dəqiqə. Sən heç başa düşə bilirsən 95% insan nə deməkdir? Sadəcə bir dəqiqə dayan və dərindən bunun necə böyük bir faiz olduğunu düşün. Sən nədən qərar aldın ki, sən digər 95%-dən yaxşısan? Hansı səbəbə? Səncə onlar səndən pis analiz edir, ya sən gördüyünü onlar görmür? Yox, bu problemin əsas səbəbi hamıda birdir, insan faktoru. Bəli, insan faktoru. İnsan olmağımız bizim 95%-imizin eyni səhvləri etməyə məcbur edir. Bəzən bunu özümüz də hiss etmirik. Bəzən sözlər veririk, amma işə yaramır. Bu bir motivasiya videosu deyil. Bu video sənin gözlərini açacaq və yekunda iki seçimin var. Ya bu videoda deyilənləri qəbul edib həqiqətən həyatını dəyişəcəksən, ya da eyni səhvləri edərək 95%-in içində olmağa davam edəcəksən. Sadəcə bir şeyi başa düş. Eyni səhvlər edərək fərqli nəticə gözləmək axmaqlıqdır. Bax, YouTube'da bir neçə videoya baxıb, oradan buradan 100 dollar düzəldib, mən də partladacam deyib euforiya ilə bazara girirsən. Bu 100 dollar belə sənin üçün əslində böyük puldur. Bazara girdikdən sonra ən yaxşı ehtimal bəxtəbəxt 100 dollarını 200 dollar edirsən. Və hədəfin yoxdur. 200-dən sonra 400 də ola bilər, 1000 də ola bilər və beləcə depoziti itirənə kimi. Dostum, sadəcə gözlərini aç və diqqətlə bax. Sənin 100 dollar 200 dollar eləməyin faiz nisbətində 100% edir. Banklar yaxşı halda sənə ildə 8% verir, başa düşürsən? Böyük investisiya şirkətləri illik 20% gəlir əldə etdikdə bunu xüsusi bayram kimi qeyd edirlər. Sən isə etdiyin faizə yox, rəqəmə fokuslanmısan. Və etdiyin 100 dollar depozitlə sənə qazandığın hər rəqəm az gələcək, bunu dərk elə artıq. Sən 100 dollarını hər ay ortalama 10% artıra bilirsənsə, sən artıq çox əla tradersən. İndi hal-hazırda bəlkə də gülürsən və yenə 95% kimi düşünüb özünə deyirsən. 10%, yəni bir aya mən 10 dollar qazanmalıyam. Bəli, hətta daha az. Sən sadəcə başa düşmürsən ki, sənin 10%-in sadəcə 100 dollar kapitalına görə sənə 10 dollar verir. 100 mində isə bu rəqəm artıq 10.000 dollardır. Aya 10.000 dollar qazanmaq istəyərdin və yaxud 1 milyonluq hesabda bu rəqəm 100.000 dollar edir. İstəyərdin bunu. Təbii ki, indi bəli deyirsən. Bəs sənə desəm ki, sənin 100 dolları bir ay ərzində 110 dollar etməyinlə 100.000 dollar qazanmağın arasında real olaraq heç bir fərq yoxdur, inanacaqsan buna. Çünki sən hər iki ehtimalda 10% qazanmısan dostum. İndi bunu düşünərək başa düşməlisən ki, 10% belə çox böyük rəqəmdir. Sənə hətta 2-3% belə indiki vaxta bəs edər. Sadəcə rəqəmə fokuslanmağı burax artıq. Partladım deyə düşüncədən çıxıb real trader olmağa çalış. Diqqətini təhsilə, disiplinə ayır, nəticə özü gələcək. Çoxlu əməliyyat açmağın dalıcı qaçma. Özünə trading jurnal tut. Əməliyyatlarını yaz, statistika apar. Özünə bir strategiya seç və onu günlərlə backtest elə. Bəli, indi deyəcəksən, mən backtestsiz də bunu eləyə bilərəm. Amma sən bunu etdiyin zaman sən artıq dəyişəcəksən. Nə vaxta kimi backtest və yaxud da ki, jurnal aparmayacaqsan, sən heç vaxt ciddi trader ola bilməyəcəksən. Sən elə bilirsən ki, uğurlu trader olmaq üçün sənin bütün əməliyyatın plus olmalıdır. Yox və yenə də yox. Gözlərini bir daha aç. Birin 2-yə və ya birin 3-ə reverla. Sən hər 10 əməliyyatın 6-sını belə minus etsən, qazancda olacaqsan. Bu iş riyaziyyatdır. Bura emosional adamları bağışlamır. Və sən nə qədər ki, bu işə qeyri-ciddi yanaşacaqsansa, o qədər böyük pullar üçün yem olacaqsan. Və nə vaxta kimi bu qeyd edilənləri etməyəcəksən, o vaxta kimi də uğursuz olacaqsan. Çünki bir dəfəlik başa düş, bunun başqa yolu yoxdur. Demoda məşq et. Birbaşa qazanca çıxmağı düşünmə. Çalış ay ərzində 5-10% arası stabil profit qazanasan. İnan mənə, bunun özü belə çox böyük nəticədir.
Özünə 10 minlik fon alıb başlaya bilərsən, bu səni daha da disiplində saxlayacaq. Əgər funded olsan, artıq həmən faizlərlə 500 min dollar arası qazanc əldə etmək imkanın olacaq. Həmin o qazancdan isə daha böyük hesabları keçid edə bilərsən və sənin əlində bir neçə 100 minlik hesab olanda sənə artıq aylıq 2% belə bəs edəcək. Bir vaxt güldüyün 10% belə lazım olmayacaq. Hər şey isə sadəcə 100 dollardan başlamışdı. Sadəcə ayıl və başa düş. İndi sənə lazım olan tək şey strategiyanı ideal şəkildə özün üçün formalaşdırıb, onu dəfələrlə backtest edib sənin üçün işləyən formaya gətirməkdir. 10 əməliyyatdan yarısı belə minus olarsa, bu artıq əla nəticədir. Çünki yaxşı risk rewardla demək ki, strategiyan işləkdir. Və yadında saxla, trading planı mütləqdir. Əgər trading planın olmasa, hər qəbul etdiyin yersiz qərar sənə heç vaxt bağışlamayacaq. Və sonda sənə şad xəbərim var. Yaxın zamanda sən fonun belə necə keçildiyini bu kanalda gözlərinlə görəcəksən. Ona görə də kanala abunə olmağı unutma. Və əgər bundan sonra da sən eyni səhvləri təkrar eləsən, dostum, bu oyunda tək günahkar sənsən.